Herkese salam, kanalıma, yeni vloguma xoş gəlmisiniz. Necəsiz qızlar? Artıq otlar biçilir, sahəmizdə yavaş-yavaş biçimlər başlayır. Sahəmiz də evin yanında olur. Ona görə mən də tez-tez gəlirəm, vloglar da çəkirəm. Həm də işləyən qardaşlarım üçün. Yoldaşım da burada kömək eləyir onlara. Oğlum da burada, qardaşımın velosipedi nədir bilmirəm, motosiklet deyəsən deyirlər. Onu götürüb sürür sahədə. Mən də çay gətirirəm, arada yemək gətirirəm. Baxmada sahədə işləyənlər yorulurlar. Ot sezonudur deyə hər kəs yarısı bağlayır, yarısı biçim eləyir. Sahədə insanlar çoxdur. Həm də mən də onlar üçün çay gətirmişəm. Beləncə artıq otlar vurulub, quruyandan sonra maşın gəlir, çevirir. Ondan sonra da ən sonda bağlama işləri olur. Otlar bağlanandan sonra sahə artıq bitir. Burada növbəti gündən yenə vloqumu davam edirəm. Bilirsiniz də vloqlarım 2-3 günün vloqları ard-arda çəkirəm deyə. Yəni hər günün özünə uyğun vloq olur. Amma montaj edirəm birlikdə. Burada isə yenə çay gətirmişəm, növbəti gündür. Burada termos var, gətirib çayı termosa tökürəm, hazır qoyuram. Burada artıq bitir, sahələr demək olar təmizlənir. Hər kəs öz sahəsində otları vurub, yığır. Kimlərsə evinə aparır artıq. Mən də hər getdiyimdə sizlər üçün çəkirəm. Xanımlar, evimizə yaxındır sahə. Ona görə tez-tez gəlirəm, gedirəm. 3-4 gün sürdü də artıq otun biçimi, yığıb qurudulma, zar belə işləri. Nəhayət bu gün bitdi. Qoyunlarım da azadlığa çıxdı. Daha özləri üçün otlayarlar. Bir də axşamlar gələrlər öz yuvalarına. Əvvəllər ot sezonunda elə bil ki, sahədə hər kəs öz sahəsində qalırdı, mal-qarasını otarırdı. Digər qonşunun yerinə keçməsin deyə. Otlar biçiləndən sonra boş sahə olacaq, daha qoyunlar özləri üçün gəzərlər. Murad da bir maraqla baxır, ona da maraqlı gəlir. Yüklürlər maşına, fəhlələr yüklür artıq. Bağlanıb sahənin otları. İndi apararlar, tövlənin ban hissəsi var, ora düzürlər. Qış üçün tədarükdür də, qışda heyvanlara verməyə. Bu ağ gilasdır. Digər ağac isə qırmızı gilasdır. Bu illəri zəif gətirib, keçən il amma qəşəng getmişdi, yaxşı bar vermişdi. Gilas ağacı çox uzun olur, hündür olur. Ona görə bəzi ağ gilaslar çoxu lap hündür hissəsindədir də.
Burgerə nərdivan dayayasan, dərəsən. Əl çatmır çünki. Lobyalar indi tumurcuqlanır. Hələ ki gətirməyib. Belədir. İnşallah 2 həftədə bar verər. Qaynatam dəri bunları qaynımın həyətindən. İnşallah bir gün gedib orada vlog çəkərəm, daha da ətraflı. Allah bərəkət versin. Xanımlar, burada isə kabab çəkirəm. Qurban bayramı günüdür. Sizlərin də bayramını təbrik edirəm. Neçə belə illərə inşallah can sağlığı ilə, ailənizlə, sevdiklərinizlə birgə qeyd eləyəsiniz neçə belə bayramları inşallah. Burada uşaqlar məndən kabab istədilər. Ona görə mən də onlar üçün kabab çəkdim. Mal əti var idi. Ona quyruq qatdım. Maşından çəkdim. Belə setka üzərində bişirdim. Kabab kimi, döymə kabab kimi. Burada da cücənin ətindən tikə kabab elədim. Belə göz haqqınızı halal eləyin. Biraz da olsa paylaşım eləmək istədim. Bacınız bacarır da belə işləri. Özümü biraz tərifləyim də. Baldızım qızlar da bizdəydi. Onlar da bəyəndilər. Dedilər, dadlı bişirmisən. Hə, xanımlar, burada yenə gəldim sahəyə. Çay gətirdim, həm də yemək də gətirdim. İşləyənlər yorulmuşdular. Yoldaşım zəng elədi, dedi ki, yemək varsa yemək gətir, acıblar. Mən də bişirdiyim elə kababdan gətirdim. Sonra çay da gətirdim onlar üçün. Dedim, onlar da yesilər. Bayram günüdür. Sahədə iş görürlər, neynəslər. Həm də ot sezonuna Qurban bayramı elə bir üst-üstə düşdü deyə. Yarı sahədə oldu, yarı evdə oldu. İndi hər kəs öz işinə görə də. O bir tane verersen koyunlara. Gel hadi. Hə, xanımlar, artıq otlarımız bitdi, ot sezonu bitdi. Burada isə mamam qurban payı gətirib mənim üçün. Neçə illərdir ki, ailə həyatı qurmuşam, böyüklər də məni bağışlasın. Mamam sağ olsun, hər il mənim payımı gətirir. İstər bayramda olsun, istər qurbanda olsun. Yəni payımı indiyə qədər də gətirir, sağ olsun. Allah ömrün uzun eləsin, canın sağlam eləsin bütün valideynlərin. Bizimkilər də onların içində. Ürəyimdən keçdi, sizlərlə də paylaşmaq istədim nələr gətirdiyini. Belə
bir bağlamada, 3 sifarişim bir bağlamada gəlib. Görək nələr sifariş eləmişəm. Bunu da kəsdim də içinə. Çavrudım. Qiyməti 4 manat. Uşaqlar üçün oyuncaq dəstidir. Oyuncaqlarla birlikdə belə. Qiyməti 13 manat. Bir gözəl oyuncaqları var. Bu isə xanımlar üçün dondur. Qiyməti 16 manat. XL ölçüdür. Digər telefonda qiymətlərinə baxıram. Çox gözəl materialı var. Keyfiyyəti də əladır. Bu bəylər üçün kaşlukdur. Belə kart, zat belə qoymağa. Qiyməti 6 manat qiyməti. Belə çantada velosiped sürərkən istifadə olunur. Belə. Bu xanımlar üçün belə bir koftadır, uzun. Yan hissələrində belə kəsil formasındadır. Qiyməti 17 manat. Şalvarla, lastinlə geyməyə. Bu isə smart saatlardır oğlan uşaqlar üçün. Qiyməti 25 manat. Bu isə qaş sabitləyici, həm də qalınlaşdırır. Qaşa forma verilir. 3 manat qiyməti. Qiyməti 19 manat. Bu isə xanımlar üçün koftadır. Qiyməti 14 manat. Çox gözəl gəlib. M ölçüdür. Bu bəylər üçün belə bir siqaret qoymağa da alışqanı. Qiyməti 10 manat. Bu isə xanımlar üçün evdə geyməyə rahat belə bir pazanuşkadır. Qiyməti 12 manat. 37 ölçü. Bu isə velosipeddə qoyulur, qurulur, telefon tutacağı, qiyməti 6 manat. Bu isə xanımlar üçün saçdır. Qiyməti 7 manat. Belə istənilən rəngdə sifariş edə bilərsiniz. Belə bir saçdır, müştərimindir. Şalvarı yoldaşım üçün sifariş vermişəm. Geçən ev geyimidir, rahat, çox keyfiyyətli gəlir. Belə
Kiçik detalı var, zamıqlı. XL ölçüdür. Amma olacaq belə ölçü olaraq. Qiyməti 16 manat. Rahatdır. Paslanmaz polad. 6 manat. Çox gözəl gəlib. Bu isə xanımlar üçün kablokdur. 25 manat qiyməti. Çox gözəldir. Bu xanımlar açmıram. Velosiped üçün uşaqlar sifariş eləyib. Belə bir şeylərdir. İşıqdır. Sonra bəzən əl tutan yeri belə. Belə bir şeylər. Xanımlar üçün şalvardır. Çox gözəl materialı var. Rahat ev geyimidir. XL ölçü. Qiymət 18 manat. Belə ətəyi bol ətəyidir. Xanımlar üçün belə bir dondur. İpli. Belə yan hissəsi belə kəsik. XL ölçüdür. Xanımlar, vlogumu bəyəndinizsə yorum yazmağı, bəyənməyi unutmayın. Tam izləyin, zəhmət olmasa. Bu günlük bu qədər. Gələn vloglarda görüşmək ümidi ilə hələlik.